İndi isə biz burada baxacağıq sizin 2027-ci il 11-ci sinifdə düşəcək imtahan modelinə. Yəni bu formada olacaqdır. Yeni model artıq belədir. 2 readinginiz olacaqdır. Hər readingdə, listeningdə olduğu kimi baxın 1, 2, 3 sualınız və 4-cü isə true false şəklində olacaqdır. Eyni ilə dinləmədə necədirsə burada da elə olacaq. İndi mətnimizi oxuyaq. Mən əsas yerlərin altından xətt çəkərək oxuyacağam. Başlayaq. Traveling is entertaining activity which has both positive and negative sides. Səyahət etmək müsbət və mənfi tərəfləri olan, baxın, which activity sözünü təyin edibdir. Hansı ki, müsbət və mənfi tərəfləri var. Bunun doğru tərcüməsi olacaqdır ki, həm mənfi, həm müsbət tərəfləri olan, bunu fe'li sifət şəklində tərcümə edirik, olan əyləncəli bir fəaliyyətdir. Getting acquainted with new places leads to personal growth. Deyir ki, yeni yerlərlə tanış olmaq bizi nəyə gətirir? Personal growth, şəxsi inkişafa gətirib çıxarır. It also reduce, baxın, bizə önəmli hissələrin altından xətt çəkirəm. Reduce stress, stresi azaldır. Baxın, stresi azaldır, oxla çəkirəm, aşağı salır. Yəni, stresi azaldır. Daha sonra hansı ki improve, reduce stress, hansı ki mental health bizim zehni, əqli sağlamlığımızı inkişaf etdirir. Deməli, burada nə olacaqdır? Müsbət tərəfi nə oldu? Reduce stress, stresi azaldır. Stresi azaldır. Daha sonra hansı ki improve, yaxşılaşdırmaq, inkişaf etdirmək, yaxşılaşdırır. Bu sözlər də çox işlənən sözlərdir. Improve, reduce azaltmaq, improve artırmaq, inkişaf etdirmək. Çəkə bilmirəm. Improves mental health, psixi sağlamlığımızı inkişaf etdirir. Deməli, bu bizim müsbət tərəflərimiz. Moreover, bundan əlavə, it offers a chance, bizə bir təklif edir to learn, bir şans tanıyır, bir şans imkan təklif edir. To learn about different cultures, müxtəlif mədəniyyətlər haqqında öyrənməyə, müxtəlif mədəniyyətlər altından xətt çəkirəm, cultures altından xətt çəkirəm, qısaca mədəniyyətlər, meet new people, yeni insanlarla tanış olmaq, try new foods, yeni yeməklər dadmaq kimi deməli şans verir bizə. Travel can sometimes lead to career opportunities. Karyera imkanları verir bizə. Help you gain new skills. Yeni bacarıqlar qazanmağa. Yeni bacarıqlar deyəndə də nə deyir? Like problem solving, problem həll etmə, or developing communication skills. Bunların altından xətt çəkirəm. Deməli, burada nə oldu? Müsbət və mənfi tərəflər oldu. Şəxsi inkişafımızı dəstəklədi, stresi azaltdı, mental health, psixi-ruhi sağlamlığımızı inkişaf elətdirdi və bizə şans verdi mədəniyyətlər haqqında öyrənməyə, yeni insanlarla tanış olmağa, yeni yeməklər yoxlamağa, dadmağa və deyir, bəzən də karyera imkanlarını verdi bizə, hansı ki deyir, bu bizə kömək elədi, yeni skills, yeni bacarıqlar qazanmağa, bu bacarıqlar da problem solvingdir, problem həll etmə və yaxud da communication skilllərimizi, yəni ünsiyyət bacarıqlarımızı inkişaf etdirmək. İndi görək ikinci abzasda nədən danışacaqdır. On the other hand, traveling has some. Baxın, birinci abzasda bizə müsbət tərəflərindən danışdı, gördünüz, sadaladı. İndi ikincidə artıq görürsünüz drawbacks deyil. Drawbacks də 9-cu sinifin dərsliyində var, səhv etmirəmsə. Drawbacks, bu da ki, nələrdir? Çatışmazlıqlar, mənfi tərəflər, belə disadvantage-ə bərabərdir. Bəzi deyir, çatışmazlıqlar var. It can be physically tiring, yorucu ola bilir. Tiring'in altına xətt çəkdik. Nədən qaynaqlanan, hansı səbəbdən? Long journeys, uzun səyahətlər, and jet lag, sutkalıq ritmin pozulması nəticəsində olan fiziki yorğunçuluq. It can also be mentally stressful,
Zehni olaraq deyir, stresli olur. When dealing with delays, təxirə salmalar, crowds, sıxlıq, unfamiliar situations, tanış olmayan situasiyalarla bağlı deyir. Bizim zehni, ruhi stresli olmağımıza, mental olaraq stresli olmağımıza gətirib çıxara bilir. There are potential və əlavə olaraq da deyir, potensial başlayın. Health risk, sağlamlıqla bağlı risklər var. Bunlar nədir? Such as food-related illnesses, deməli, qida ilə bağlı olan xəstəliklər, baxaq, qida ilə bağlı. Food-related illnesses, qida ilə bağlı xəstəliklər. Getting diseases like malaria, because of the insects living in those countries, o ölkələrdə yaşayan həşəratlardan qaynaqlanan, həşəratlar səbəbindən olan xəstəliklər. Mass tourism can have a negative impact on the environment. Və deyir, bu kütləvi turizmin həm də ətraf mühit üzərində deyir, negativ təsiri ola bilər, impactda təsir edir. Places which are visited a lot, turistlər tərəfindən səyahət edilən, baxın, yenə which-lə təyin elədik place sözünü. Suffer from increased waste and pollution. Deyir, bu ərazilər nədən? Tullantı və pollutiondan, yəni çirklənmədən əziyyət çəkirlər. Artan tullantı və çirklənmədən bu yerlər də əziyyət çəkirlər. Unfortunately, in most cases, şanssızlıqdan deyir, əksər yerlərdə it leads to damage to natural habitat. Təbii deyir, yaşayış məskənlərinə də deyir, zərər vurmağa gətirib çıxarır. These behaviors by tourists, bu turistlər tərəfindən edilən deyir, bu davranışlar can lead to negative interactions with locals. Yerlilər tərəfindən deyir, mənfi münasibətə gətirib çıxarır, mənfi reaksiyaya gətirib çıxarır və bu da deyir, hansı ki, bu ölkənin daxilində də münaqişəni alovlandırır. Deməli. Mətnimiz budur. İndi keçək birinci sualımıza. Görək birinci sualda nə bilir bizə? Deyir ki, what is the passage mainly about? Elə başlayan kimi gördük ki, travelingdən danışdı, səyahətdən danışıbdı. Birinci abzasda, baxın, bu hissəyə qədər. Birinci abzasda müsbət tərəflərindən, ikinci hissədə isə mənfi tərəflərindən danışıbdı. A-da deyir ki, yeni bacarıqlara sahib olmaq. B-də deyir ki, mental growth, the ways for it. Ruhi sağlamlıq, zehni sağlamlığımız üçün, inkişafımız üçün yollar. D-də həşəratların təhlükəsi. E-də deyir, ölkə daxilində konfliktlər. Xeyr, bizə burada səyahətdən danışdı. Traveling and its effects. Səyahət və onun təsirləri. İndi gəldi 19-da. Which impacts can tourism have on countries? On countries, yəni ölkələr üzərində deyir, which impact, hansı təsirlər ola bilir turizmin? Turizmin hansı təsirləri ola bilir? Deyir ki, the level of pollution increase, environment suffers damage, the conflict stop in the region. Deyir ki, konfliktlər dayanmır. This is related to the food decreases və deyir, qida ilə bağlı olan xəstəliklər azalır. Increase artmaqdır, decrease azalmaqdır. Impact bu country, ölkələr üzərində olan, yəni baxın burada, places deyəndə artıq orada places-i countries-lə əvəz edildi. Ölkələr üzərində deyir, turistlər tərəfindən səyahət olunan yerlər nədən əziyyət çəkdilər? Tullantıdan və çirklənmədən. Baxın, pollution, waste, environment suffers damage, bəli, pollutiondan əziyyət çəkdi. Baxın, pollution var burada və waste tullantı 1 və 2 olacaqdır. 1-2 olur cavabım C variantı. İndi gəlirəm. Be getting acquainted with new places, yeni yerlərlə tanış olaraq can gain skills, bacarıqlara yiyələnir və yuxarıda bizim bacarıqlarımız var idi. New skills, baxın, problem solving, problem həll etmə. 2 də communication skills, ünsiyyət bacarıqları. Baxaq görək. Overcome problems, bəli, problemlərin öhdəsindən gəlmək. Problem solving bərabərdir overcoming, yəni öhdəsindən gəlmək. Çətinliklərin, find new jobs, yeni bacarıqlarda bu yox idi. Developing communication, bəli, bu da var. Being adapted new places, yeni yerlərə vərdiş etmək, öyrətmək yox. Bizə deyil, hansı skilllər yaratdı bizdə? Biz altından da xətt çəkmişik. Baxın, problem həll etmə və communication skilllərin inkişafı.
Bu da olacaqdır 1 və 3 olur cavabın D variantı. Bu belə. Sonra gəldik 21-ci testdə. True false. Traveling decrease stress, bəli, decrease azaltdı. Hansı ki deyir, bu da bizim mental health-dir. Eyni ilə o cümləni buradan götürüb yazdık. Baxın, bu cümləni burada gördük. Yəni, harada gördük? Baxın bu cümlədir. New places reduce, baxın burada. Reduce stress, which improves mental health. Eynisini götürüb yazdık. Əgər mətndə eyni ilə varsa, true olacaqdır. 2-də deyir ki, travel lovers, səyahət sevərlər, don't have a chance. Bir şansları yoxdur to get career opportunities. Yox, bir şansınız da olur. Baxın, career opportunities olur bəzən deyir və bərabərində də bu da kömək edir deyir yeni bacarıqlar qazanmağa. Don't have verdiyinə görə, yəni inkar etdiyinə görə bu səhv olacaqdır. Biz false seçəcəyik. Gəldik 3-də being in another country, başqa bir ölkədə olmaq prevents a traveler's personal development. Deyir, prevent nədir? Qarşısını almaq, mənfi mənada. Xeyr, şəxsi inkişafımızı inkişaf elətdirdi. Orada deyir, axı, yenə də istəyirsiniz, aparım orada cümləni göstərim sizə. Personal growth, gördünüz, personal growth leads to, aparmaq, gətirib çıxarmaq. Bəli, səhv olacaqdır, çünki qarşısını almır. Leads to deyirəm, aparıb çıxarır. Unfamiliar situations, tanış olmayan situasiyalar make traveling entertaining activity. Bu travelingi əyləncəli bir aktivitəyə çevirir. Xeyr, orada mənfi xüsusiyyətlərini də yazmışdır. Dedi ki, unfamiliar situations can also be mentally stressful olur deyir. Stresli olur. Nə zaman ki, deyir, təxirə salmalar olur, yəni məsələn, təyyarələrin gecikməsi olur, uçuşların təxirə salınması, insan sıxlığı, izdiham və tanış olmayan situasiyalar. Bunlar da stresə səbəb olur. Heç də səyahəti əyləncəli etmir. Bu da səhv olacaqdır. 1, 2, 3, 4 false olacaqdır bu şəkildə. Bu da sizin növbəti readinginiz.